Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Ee, Cəhalət Mühəndisliğinə Qələbə proqramının 229-cu bölümün başlayıram. Ee, hər hansı gün ki bir neçə səhifə əski əlyazma kitabların vərəqlərindən oxuya bilirik. Türk dili ilə, Türk tarixi ilə, Türk yaradıcılığı ilə, Türk uyğarlığı ilə, Türk dili, Türk əlifbası üzərindən tanış oluruq. İbelə düşmənlər keçən 250 ildə yaratdıqları yalan oqyanusundan uzaqlaşaraq İbelə ki Türk dilinə giririk, İbelə uzaqlaşırıq. Bunun üçün mən fikir edirəm ki, buna görə ki cəhalət mühəndisliğinə qələbə eləyək. Təkcə yolu budur ki, onunla mübarizə eləməkdən əl çəkək ki, onu nə cür eləyəcəyik. Budur ki, qeydaq özümüzün içimizə girək. Mən indiyəcən belə düşünürdüm ki, cəhalət mühəndisliğinə qələbə eləmək üçün onunla mübarizə yollarını tapmaq lazımdır. Onda nə olur? Beynimiz elə onunla məşğul olur da. Yəni o hələ beynimizin bir məsələsidir. Amma indi bu nəticəyə yetişmişəm ki, ən yaxşı yol o savaş üçün budur ki, qeydəsən, girəsən öz milləti dilinin yaratdığı ya uyğarlığının, yaradıcılığının, düşüncəsinin, siyasətinin, hüququnun, fikrinin, din anlayışının, dil anlayışının, bunların qeydəsən, bunları oxuyasan, öz dilində oxuyasan. Az da olsa, çox da olsa bura girəsən. Hər nə qədər ki burada, hər neçə gün ki ömür burada tələf edirik, o ömür burada məsrəf edirik, orada tələf olan ömrüdən 1000 pay yaxçıdır. Çünki günü-gündən milliləşirik, günü-gündən özümüzə öz güvənimiz çoxalır, keçəcəyimizi tanırıq və bilirik ki, gələcəkdə biz nə eləyə bilərik. Bunun üçün mən nəzərimə gəlir ki, qeydaq və öz Türk dilimizdə yazılan uyğarlıqlarımızın müxtəlif qollarına girək və onları oxuyaq. Ola bilər ki, məsələn, biri mənə hər nə kitab gəlir qabağına oxumağa çalışsın, biri şeir oxusun fəqət, biri tarix oxusun fəqət, biri şimi oxusun, biri fizik oxusun, biri mühəndislik oxusun, biri arşivlərə girsin. Mən dünənləri böyük liderimiz Erdoğan cənabları Papla görüşəndə bir kitabxanada görüşürdü. 7-8 qatlı bir kitabxana. Bu bitik evi də deyirlər dostlarımız buna. O da cəlib sözdür. Bitik evində görüşürdü. Və o zaman ki televizyon bunun özün göstərirdi, rəis cümhur özün arxasında əski kitabları görürsən. Mən o qədər qərrəxlanırdım ki, çünki bir əcəb iş görübdü. Bu ki Pap gələndə əvvələn Türk dilində qırmızı fərş salmırlar. Türklərə o şey ki ingiliscədə falan turkuaz deyirlər. Türk rəngi. O türk rəngi ilə həm bir də əsgərlər ordunun bir parçası. O paltarı geyirlər, o rəngdə paltar geyirlər və o rəngdə fərş salırlar. Yəni Türk dünyasına xoş gəldin. Bu bunun anlamıdır. İkinci bu ki iki rədif ordu qoyur, bir rədifi indiki ordu o türk paltarları ilə dediyimiz o paltar, o rəngdə paltarla, bir də bir ordu ki türklər tarixdə orduları olan paltarlarından, yəni hər ordudan bir nümayəndə olaraq. Yəni o zaman ki bunların altından geçir tarix, modern və modern. Tarix geçmiş çağlar, indiki çağ. İkisini də bir yerə toplanır ki, yəni geçmişdən indiyə və indidən qabağa biz təhcə indi ilə gedə bilmərik. Biz keçəcəklə. Eyni halda gördüm dünənləri birinci dəfə gördüm ki, bir böyük adamla görüşəndə Pap kimi ki, çox böyük bir insandır. İslam dünyasında xilafətin tayı bir müəssisədir o. Orada gördüm əski kitablar bunun arxasında görsənir. Qədim tarixi kitablar arxada görsənir. Yəni ki, biz o zaman ki danışıram, bir tarixdən gələn sözlərlə danışıram. Cəlib budur ki, tamamən danışıqlarında hamısında bir cür
Məsələn, bir kitabxanaya getmişlər, muzeyə getmişlər, hara getmişlər, Kamil bilmədim üçün diqqət eləmədim ki, hardadır. Amma orada Sultan Məhəmməd Fatihin İstanbulu edərkən, işğaldan azad eləyib yenə də Türk şəhri edərkən orada bir fərmanı var. O fərmanı papa oxurdu və mən qərrəxlanırdım. O kitabları görəndə arxasında qərrəxlanırdım və Allahdan arzu elədim ki, mən ora bir gün o arşivlərə girə biləm, o kitabxanalarda girib işləyə biləm, çalışa biləm və onların yazılarını oxuyam. İstəyirəm deyəm ki, biz eləyə bilərik ki, türkünün hər sahəsində oxuyaq. Məsələn, bir barmaq dərinlikdə, amma bir uqyanus böyüklükdə olaq. Bir də var ki, eləyə bilirik bir hovuz böyüklükdə, genişlikdə, amma bir uqyanus dərinlikdə olaq. Məsələn, şeirdə, tarixdə, ya musiqidə, ya fizikdə, ya şimidə, ya təfsirdə, ya Qur'anın tərcüməsində, ya o birisi bir şeylərdə. Yəni, ya arşivlikdə. Bu da o şeydir ki, biz eləyə bilərik, bunlarda çalışaq. Amma indi bunlardan çıxandan sonra gələk biz bugünkü kitabımızı açaq. Mən 2-3 gündə biraz bilmirəm nədən dolayı yazıları yazmadığım üçün videoları da hələ öz səhifəmə qoyub paylaşmıram ki, hey deyirəm, bugün yazaram, səhər yazaram, olmur. Görək ki, nə olacaqdır. İndi mən əgər səhv eləmirsəm, biz dünənləri hangi kitab oxuduq dünənləri? Vəqai Fəthiyə, amma ona bir ayrı ad qoyulmuşdu. Xilasi Tarix Osman nə idi bu? Ha, bura deyil, yox, gedəcək biraz aşağılıq. Yox, burada deyil, nəcür oldu, mən bunu qatışdırdım. Əldə vurmamışam, bunlar deyişələr, amma ha, buradır. Tamam, buradan üstəydi. Dədə Qurqud nüsxəsində oxumuşduq. Bəndnamə, aha, dünənləri bunu Tarixi Cəzriyə Saqqız. Bunu burada gələk yazam ki, bundan bu üzə bunu oxuyar, bir moqeyi yazmağa gəlirsəm, Tarixi Cəzriyə Saqqız. Bir kitab, burada 2 kitab oxumuşuq biz. Hə, bu Cəzriyə Saqqız. Bu birincisi nədir? Princeton Vəqai Fəthiyə. Hə, Fəthiyəni burada iştibah yazıblar. Tamam, bu 2 kitab yazmışıq burada. Dünənləri 2 kitaba baxmışıq. Bu günləri gedək bir kitab açaq. Tarixi Bilgirad. Bu kitab yenə də Princeton Universitesindən, Amerikadan ələ gəlibdir. Yenə də deyir ki, bunun bilinmiş copyrighti yoxdur və görək nə yazır? Yazır ki, 32 bərcidir, yarpaqdır yəni və 21 cm 2 mm və 13 cm 9 mm bunun ən boyudur. Title from Fall nə mənə burada 3-dən orada yazıbdır. Ehtimalən bu kitab 1731 ilə 1732 illər arasında yazılmış olacaqdır. Beləsi görsənir, hər səhifədə 23 sətrdən ibarət bir şeylər yazıblar. Burada ərəbcəsi mütəəssifanə o qədər görsənmir ki, görək nədir. Casual ismal Nəxş in black ink with use of red for ehtimalən bu da şey olsa, bəlkə, bəli, bu da fotokopudur genə, təəssüflə o kitabdan görsənir. Kitabın indi biz kağızına baxırıq. Görək bu kitabın kağızı nə cür görsənir. Kitabın kağızına bir baxaq. Bir neçə səhifəsini buradan görmüşük, amma bunlar şeydirlər. Burada da görsənir, kamilən görsənir ki, kitab fotokopudur. Amma dediği kimi fotokopu olaraq Osmanlı dövrəsində yazılıb bəllidir. Burada
Nəqşindən bəlli olur ki, Osmanlı dövrəsində yazılıbdır. İki səhifə əvvəl bir ruh həmişə fərqli olur, amma burada zahirən elə səhifələrin hamısının dövrəsinə çarçüvə yazıblar, yapışdırıb, yəni böyük çarçüvə, qalin çarçüvə ehtimalən için qızılı rəngindən rəngləyiblər, qızılından rəngləyiblər. Burada əlbəttə qırmızı yazılan rəngi görürük ki, rəngi biraz ağ görsənir. O birisilər qərə görsənir, bunlar ağ görsənir. Oradan bilirik ki, bu kitab şeydir. Deyir ki, bu kitab Belqrad tarixidir. 70 səhifədə yazılıbdır ki, dedi, neçə ingiliscəsində dedi ki, 32 ya o cürsü bir dedi ki, vərəqi var. Yəni yarpaqdan ibarətdir. Əlyazmaları görürük. Çox bir gözəl əlyazmadır. Bunu mən oxuya bilərəm. Əlbəttə, mümkündür ki, indi burada da görürük, bəzi şeylərin altına, üstünə xətt çəkibdir. Onlar da əhəmiyyəti çox olduğu üçün çəkiblər. Qeydərik, onlara da baxarıq. Bəllidir, burada bir yerdə kitabın, burada desaq bitər, bəli. Bura ya su tökülüb, ya bir şey tökülübdür. Hər iki tərəfi, vərəqin hər iki tərəfi bu tərəfinə tökülməyibdir. Bu birisi tərəfinə tökülüb, amma su gedibdir, arxadakını da üstünə əsər qoyubdur. Yaxşı. Burada görsədir ki, kitab hangi tarixdə yazılıbdır. Bunu yazaq. Burada kitabın adı Tarixi Belqrad. Tarixi Belqrad. Ha vaxt yazılıbdır? 1144-də yazılıbdır. Və onillahul məlikil mədnan əl-muin. Sonra bunu gəlirik, oxuyarıq, tarixi ilə burada özünün axirində gördük. Neçə səhifədir? 70 səhifədən ibarətdir. Gedək əvvəldən gələk, görək. Diqqət elədiyiniz kimi, axirinə də diqqət eləsəz, buradan əgər qeysaq beləsi, görürsünüz ki, məsələn, bu cildidir, Osmanlı dövründə olan nəqqaşi ilə çəkilibdir, biraz cırılıqların görürük ki, şey olubdur. Elə ona görə də fotokopi götürüblər ki, bu çox işlənməsin, xərab olmasın bu kitab. Burada gəlirik, görürük ki, bir nəfər üstündə bir şeylər istirmiş yaza, bir neçə səhifə oldu, 3, 4, 5 səhifə axırda boşdur, bir də qeydirik. Əvvəldə baxanda bu birinci Princeton Universitetinin yazdığı şeydir ki, deyibdir, bu hicridir. Bunu da yazaq burada 1144 ilə 1144 ilə bunu yazmışdıq əlbəttə. 1731 ilə 32 arasında. 1731 ilə 1732 illər arası bu kitab neçə səhifədə dedi yazılıbdır? 32 vərəqdir, yəni 64 səhifədə. Tamam. Qalanı o 6 səhifəsi ağdır. Burada görürük, bu bir səhifə ağdır. Bir səhifə, bu 2 səhifə, yetişirik cildə. O kitaba rəbti yoxdur. Cildi buradan başlayır. Bu birinci səhifə, bu ikinci səhifə, bu 3, bu 4, bu 5, bu 6. 6 səhifədən sonra istəyirik yetişək kitabın özünə, yəni 7-ci səhifə kitab başlayır. Amma burada Tarixi Belqrad yazıbdır. Li tərcümi coğrafiya ya da tərcümi coğrafiya 23 sətr. Min kutubil fəqir Əli Qəfərələhu. Fəqir Əli, Əlinin kitablarındandır. Özün fəqir mərrif elətdiribdir. O bəndazı-i Məhəmməd Əfəndinin kitabıdır. Nə mənədir? Bu Andizadə nə mənə? Bəvandzadə Hacı Məhəmməd Əfəndinin kitabıdır. Ehtimalən, bədər o da əgər dəstəli teyyaqsaq,
Baxtınzadə Bəfvandənzadə baş tapmadım, bu nə mənə olar adı. Hacı Məhəmməd Əfəndinin kitabıdır. Kitab əldən elə dolanıbdır. Onu keçək. Bismillahdan başlayaq kitabımızı. Oxuyaq, görək ki, nə oxuruq. Bismillahirrahmanirrahim. Və bir də bu ki, bu hər PDF-də bu xaricilər, Avropalılar, İranlılar kimi xəsislik eləmirlər. Türkiyədə PDF-in hər səhifəsində kitabın 2 səhifəsini qoyurlar. İranda hər səhifəsində 4 səhifəsini qoyurlar. Elə bir ki, məsələn, kağız gedir ciblərindən. Amma bu Avropalılar hər səhifəyə kitabın 1 səhifəsini qoyurlar. Bu da gözəl eləyir biraz. Bismillahirrahmanirrahim. Elhamdülillahillazi enzələ əla nəbiyyihi və cahədu fi səbilillah. Nə dedi? Həzrət Məhəmmədə deyir, yendirdi ki, nəyi yendirdi? Və cahədu fi səbilillah. Allahın yolunda cəhad eləyin, haqqı cəhadihi. Cəhadın haqqı qədər, cəhad qədər, cəhad nə qədər lazımdır, o qədər. Yəni, nə az, nə çox. O haqq sözü burada o anlamda olur. Bəl, elhamdülillahilləzi ənzələ ələ nəbiyyihi və cahədu fi səbilillah haqqə cəhadih. Bu və cahədu şeydir, ayədir. Ona görə deyir ki, Həzrət Məhəmmədə nazil elədi bunu. Və səlatu və zəkiyatu və təslimatu və vəfayat əla əşrəfil uluvil nə mənə ərfədü nə mənə oxular bunu. Çünki ərəbcədir, məndə ərəbcəm zəif olduğu üçün bunu ulul ərfədü bi cəhad və əla alihilləzinəhum suyufi qəvasi liqət'il uruqil inad və bə'd işbu risalə və bir bunu biraz kiçildək ki, gözümüz qəşəng görsün. Zahirən yekə olanda xəttlərin arası və bir surət olunmasına bais vəli Əl-Qəm Həzrətlərinin bu nə mən olar? Əl-Qəm Həzrətlərinin xakpay alilərinə ərz qılınmışdır. Vəliyyun ni'am və bir surətlə işbu risalə və bir surət olunmasına bais vəliyyun ni'am həzrətlərinin xakpay alilərinə ərz qılınmışdır ki, səbəbi təzəkkür və tərəhhüm ola və kənəfi himayətlərində mənzur və mərrur olub ya da məsrur olub, mərrur olacaqdır, məsrur bilmirəm, düz gəlir, məsrur olub vəllahidən və Allahidən cəllə və əla dua və tələb edəriz ki, küffar-ı xakisar-ı məzəllət şüarın zahirən bu yazanın imla qələti var. Çünki məsələn məzəlləti rez ilə yazıbdır. Xakisar-ı məzəllət məzələt ehtimalən bu ayrı bir kəlmədir. Qələt imla olmaya bəlkə. Məzələt şüarın riqab-i binqabləri zəlal-i suyuflərində müstəzəl və cüyuş mədhuşləri sufuf sunuflərində müsməhəl olmaq, ehtimalən muzməhəll olacaq bu, musməhəll yazıb hər halda, müsməhəl olmaq, müyəssər olmaq, ənva-i fütuf və məqadilə təbşir olunməkdən hali olunmaya bənim atifətli və mərhəmətli sultanım bənim atifətli və mərhəmətli sultanım həzrətlərinə sabiqən səadətli və əzəmətli padişahım həzrətlərinin ədaməllah Teala izzətəhu və nəsərəhu və əyyədə əla cəmi'il ədai bu əbdi miqdarilərinə, bu əbdi bi miqdarilə fərman aliləri cənabiniz oldu ki, kitab-ı ətləs təhrir
olsun. Kitab-ı Ətləs təhrir olsun. Ehtimalən bu kitabın adı Kitab-ı Ətləs təhrir olsun. Ehtimal verirəm ki, bu Ətləs bu günlərdə elə Ətləs adı ilə hər yerdə görünür, bu olsun. Mənzur budur. Görək ki, nə olur. Amma şahın adını buradan gətirməyib hələ. Amma gözəl sözlər deyir ki, benim atifətli və mərhəmətli sultanım həzrətlərinə sabiqən səadətli və əzəmətli padişahımız həzrətlərinin ədamallah Teala izzətəhu və nəsərə və əyyedə əla cəmi'l a'da'i bu əbdi bi miqdarlərinə fərman aliləri cənabüzüz oldu ki, Kitab-ı Ətləs təhrir olunsun və ol isnadə mərhum vəzir əzəm Cəmşid Fünun Məarif Əni Fazil Əhməd Paşa da vəzirmiş. Əhməd Paşa bu əbd bi miqdarlərinə fərman aliləri cənabınızla olan 11 cild kitabı bizə təslim 11 cild kitab veribdi buna. Wow. On bir cild kitabı bizə təslim və ol vəc ilə ki həzmində hizmətində olacaqdır. Hizmətdə olan kimsələr hər birisinin halinə görə ücrət və ihsan olunmaq şərti ilə nitəkim vəqəi əbudit təsdir olunmuşdur. Ehtimalən bu vəqəi əbudiyyət. Bilmirəm. Hər halda bir şəhərlərin özünün halına görə, salına görə kitab verilibdir ki, bir kitab yazılsın, Ətləs yazılsın bu 11 cild kitabdan. Hər bir kimsənin halinə görə ücrət və ihsan olunmaq şərti ilə nitəkim vəqəi übudiyyət təsdir olunmuşdur. Yəni bir kitab bu übudiyyət nədir? Onun haqqında yazılmışdır. İmdi vəsilə-i hal olmaq üçün bu risale-i müxtəsər-i meymenətlə cəhad əkbər əzimət edəcək səfər surəti bəyan olundu. Səfər surəti, cəhad əkbər əzimət edəcək səfər surəti, yəni kitabı yazmağı cəhad əkbər bilir ha. Müxtəsər meymenətlə cəhad əkbər əzimət edəcək səfər surəti bəyan olundu. Bir səfər türk dilində məmulən savaşa getməyə səfər deyiblər. Və dəxi Həzrəti Sultan Süleyman əleyhir-rəhmə və Rizvan həzrətlərinin qədəm-i meymenət toəmləri ilə müşərrəf olan əmakin müxtəlifəyə nöqtə-i sərhədlə işarət olundu. Cənab-ı Xudadan mə'muruldur ki, cəhad meymun zəfərlə məqrun eyləyə. Vəlhasil bu risalə bilğiraddən və məcardən və nimcədən yeccaq İskəndər Kubrusuna varınca ki, Gecən Sultan Süleyman Həzrətləricə mühasirə edərkən əskər o arayədək varmışlardır. Tamam. Bu kitab Süleyman Qanuni dövründən danışır. Mənim nəzərimə belə gəlir ki, Süleyman Qanuni dövləti zamanında Allah rəhmət eləsin, haraları gediblər, cəhad meymun zəfərlə məqrun iləyə və hasil bu risalə Belqirad, görə xardan yazıb, Belqirad, daha nə mənə, Məcar,
Yəni bu günlərə Məcaristan deyirik. Nimcə, Yec, Yec nə mənə olar bilmirəm. Bu ehtimalən bir yer adıdır. Yec, Yeccaq İskəndər. Bu nədir? İskəndər. Kubrus nə? Bu Kubrus nə mənədir? Kubrus. Kubrusu nə? Kubru. Varınca, yəni o qədər yeri ki, Gəcən Sultan Süleyman Həzrətləricə mühasirə edərkən əskər o arayədək varmışlardır və dəxi Busnə və Vərsəkcaq. Busnə və Vərsək. Yenə burada var. Busnə, bu günləri Busnə Herzogoyun ki deyirik, oralardan danışır və Hərsək. Caq. Arnud, İskəndər. Arnud da bir yerdir. Yenə də o da Arnud. Və İskəndər türbəsinə və Körfəzə. İskəndər türbəsinə, hətta İskəndərin qəbrinəcən, yəni İskəndər türbəsinə və Körfəz. Körfəz də bu günləri şey deyirik, Xəlic. Körfəzə varinəcədək işarət olunmuşdur. İndi, o birisi kitabda bunlara can yazıblar. İndi surətə görə Ovsaf və əhval baladi, ya baladi ehtimalən üstdəkilər. Baladi ixtisar üzərə bəyan olundu. Tamam, deyilibdir. Fəsl. İndi burada gəlir fəsli, görək ki, nə mənədir. Qırmızı xəttinə yazıblar, gedibdir. Fotokopuda da görsən bir qırmızılığı, qərə görsənir, amma rəngi çox qaçmış görsəndiği üçün bəlli ki, qırmızı ilə yazmışlar. Fəslidir bəyani livai səməndərə. Bu liva yedün iyalətinə tabidir. Liva bayraq deyir. Yəni, bəlkə də bir, məsələn, necə biz deyirik, mahal, indi fars dilində bizə bəzi şeyləri zorundan keçirdiblər beynimizə, onlardan qıraqda da danışa bilmirik, çünki təcrübəmiz yoxdur. Məsələn, Türkiyə desək, deyir ki, köy, ilçə, il, məmləkət, bu cürsə gedir üstə, əgər yadımda olsa. Köy kətdir, ilçə kiçik şəhərlərdir, il külli o il mərkəzi də o böyük şəhəri ki var, ona da il mərkəzi deyirlər. Külli bir iyalətə ya bir ustana da deyirlər il. İlçə il. Görürsünüz, yəni gözəl bir şeyi var. Məmləkət də ki olur, həm o torpaqlar ki yaşırsınız ora deyirlər, həm də külli Türkiyə məmləkət deyirlər. İndi ehtimalən o zaman liva məsələn bir yerin şeyidir. Bayraq haracan işlir. Yəni orada olan hakim vardı, onun bir bayrağı var. O haracan o torpaqlarda işlir, ora bir liva olur. Bilmirəm, mən əslində bu şeydir. Yəni adam eləyə bilər bunu Google-dən soruşsun ki, liva Osmanlıda hangi anlamı daşır? Görək bizə burada liva sözünə nə deyir? Liva Osmanlıda, Osmanlı Türkçesində liva şu anlamları daşıyor. Liva idari bölgə adı. Mən bunu həds vurmuşdum, burada da onu dedi. Osmanlı Devlət Təşkilatında sancaq deməkdir.
sancaq deməkdir. Bir sancağa deyirlər, sancaq ki, yəni olur bayraq da ona. O da sancılır bir ağaca, ona görə elə onun adına sancaq deyirlər. Yəni bir vilayətin alt birimi, tamam vilayətin aşağısı. Burada yazıb ki, vilayət üstdən başlayır. Sancaq olur liva, kaza, nahiyə. Liva başçısına, liva başçısına mütesarrif deyilirdi. Pəs o adam ki, livanın başındadır, ona da mütesarrif deyirdilər. Tamam, biz elə oradan ki, istirdik, onu bildik da, liva burada mən o şey ki vurdum, elə o anlama gəlir. Yəni, pəs dərbəyani livai səməndərə, bu liva Səməndər livasının haqqında danışır. O bölgə, coğrafi bölgədir, siyasi bölgədir əslində, coğrafi bölgə deyil. Yəni, kim oranı idarə edir, o idarə olunan torpaqlara deyilir, torpağın adı deyil. Məsələn, biz bunlarda çoxlu iştibahımız var. Məsələn, İran bir siyasi adlı, coğrafiya adı deyil. Çünki coğrafiya adı, məsələn, Azərbaycan, coğrafiya adıdır. Məsələn, bəllidir tarixdə, bir ucu Şirvandan da gedir üstə ki, indi Rusiyyə veriblər, birazını veriblər Gürcüstana, biraz Ermənistan da bunun içindədir. Yəni, bunlar Azərbaycan tarixi Azərbaycandır, torpaqdır. Gəlir bu tərəfdən də gedir Həmədana, gedir Tehrana, bunlar da bu tərəfdən üstdən Xəzərdir, adda da gedir şeydir. Bu Azərbaycandır, bu coğrafiyadır. Amma bir də siyasi Azərbaycan var. Siyasi Azərbaycan haradır? Bir tərəfi Gürcüstanın o başıdır, bir tərəfi bugünkü Türkiyənin ortalarıdır, bir tərəfi gəlir gedir məsələn Hindistana qədər. Bu da siyasi Azərbaycandır. İndi İran nə mənə? İran siyasi bir addır, bu torpaqların bir hissəsinə qoyulubdur. Siyasi addır, 100 ildir bu tapılıbdır. Çünki ondan qabaq bu siyasi ad belə deyildi. Deşək ki, hətta Allah saxlasın, özünə ömür versin, Dr. Ziyad Sədrül Əşrafinin dediyinə görə İran sözü Səfəvi dövründə işlənibdir. Mən də bu kitabları oxuyarkən dedik ki, İran farsca ad deyil. Burada yazdıqlarına görə ər sözündən İran gəlir. İran, yəni ərlərin cəmi, çoxlu ərlər torpağı. Beləsi. Bu, əgər Səfəvi dövlətində işlənmişsə, Məmalik-i Məhrusiyi, dünənləri mən bunu çox gözəl bir şey tapdım ki, kitabda yazmışdı, Məmalik-i Məhrusətül Məsalik-i Osmaniyyə. Yəni, Osmanlının əsli adı Osmanlı deyil. Siyasi adı nədir? Məmalik-i Məhrusətül Məsalik-i Osmaniyyədir. Tamam. Bu, o. İndi, orada da onun siyasi adı Səfəvinin. Hardan olur hara? Bir tərəf, bir ucu, günbatan ucu gəlir, çıxır, Quzey günbatan ucu gəlir, çıxır Gürcüstanın axirlərinə, bu günləri Qərə dəniz deyirlər, ora çıxır. Güney tərəfi gəlir, çıxır Türkiyənin ortalarına qədər, bugünkü Türkiyənin. Bu tərəfdən nə qədər gedir ərəblərin torpaqlarına bilmirəm. O tərəfdən bir zamanlar Bəğdadı belə içinə alır ki, sonra burada oxuduq ki, Bəğdadı gedirlər, alırlar Osmanlılar şeydən, Səfəvi dövlətindən. Gün çıxan tərəfi də gedir, dayanır. Bugünkü Əfqanistan, Pakistan bunlara dayanır. Yəni, onlar var. Onlar da bunun içindədirlər. Bunlar da bunun içində və bugünkü İran. Bunun üçün görürsünüz ki, bu qəbz-ı bəstədir. Yəni, hey açılır, yığılır. O İran sözü gəlir. Amma İran sözü ən son İran yap kiçilən tarixidir ki, əlbəttə İran-Əraq savaşında da biraz kiçilibdir. O məqtədə ən kiçiləndir. Biraz Əfqanistan gedibdir, Pakistan gedibdir ki, bunlar da bir Hindistan bölümü idilər. Ondan sonra
sonra Rza Pahlavi dövründə. Hə, üstdə də var. Üstdə də Rusiyanın, bugünkü Rusiyanın da bir içində olan torpaqlardan da bizim içimizdə vardı. Səfəvidə onlar da var. Amma bu sonralarda Rza xan dövründə onların məsələn bugünkü Bəluçistandan biraz çox verilibdi. Əfqanistana, Pakistana, nə bilim biraz Türkiyəyə, biraz ora-bura verilibdi. Biraz da məsələn o cəzirələrdir ya Bəhreyndir, onlar da müstəqil olublar. Sonra qalanına deyiblər nə mənə? İran. Bu İran siyasi addır, coğrafiya adı deyil. Azərbaycan, Əl-Əhvaz, Bəluçistan, Türkmən Səhra ya Türkmən Səhra deyək də hələf elə. Türkmən torpaqları. Bunlar torpaq adıdır. O millətin yaşadığı torpaqların adını daşır. Hər yerdə budur. Yəni bu coğrafiyada ki, yəni deyək ki, hara deyək? Deyək ki, Asiya. Asiyada, elə Afrikada da bəlkə, Asiyada torpaqlar insanların adı ilə tanınır. Çox vaxt. Məsələn, Çinlilər, yəni Çin, yəni o yer ki, Çinlilər yaşırlar. Hind adında bir yer yoxdur. Çünki oranın tarixi adı Hind deyil. Bilmirəm də niyə Hind deyiblər, ha zamandan Hind deyiblər. Ora çünki məsələn buranın hər bölgənin özünün bir adı var, bir hakimi var. Tamam, Moğol dövrəsində bura gəlib birləşiblər, bir dövlətin altında siyasi vahiddir, amma hər torpağın özünün bir şeyi var. Bəlkə o siyasi adlı Hindistan ora. Hər halda bunlardan keçək. İstədim deyəm ki, İran da belə bir şeydir, siyasi bir addır, coğrafiya adı deyil. Çünki coğrafiya adı heç vaxt yekəlib kiçilmir. Coğrafiyanın adıdır. Məsələn, Himalaya dağları, Qəradağ, Qarabağ. Bu torpaqlar heç vaxt yekəlib kiçilmir. Hangi dövlət gəlir, gəlsin, adı siyasi nə olur olsun, elə oranın adı Qəradağdır, oranın adı Qarabağdır, oranın adı Qazancaydır. Oranın adı Zəncandır. Beləsi deyilir. Amma dövlətlər dəyişəndə, hətta məsələn bir zaman Zəncan eləyə bilərdi, özünə bir dövlət ola, bəlkə də tarixdə olub, mən bilmirəm. Azərbaycan məsələn Təbriz özünə bir dövlət ola, Ərdəbil özünə bir dövlət ola, mən bilmirəm olub olmayıb da. İstəyirəm deyəm ki, yəni ola bilər ki, belə siyasi durumları dəyişsin. Hər halda o bir dənə vəsətdə bir şeydir, onu dedik, gedək. در بیان لیوایی سمندره bu liva Yedün iyalətinə, Yedün bir iyalətin adıdır. Yedün iyalətinə tabidir. Pəs liva-i səməndərə Yedün ya Bedün iyalətinə bağlıdır. Mən Yedün oxuram bunu. Tabidir. Və bu səməndərə, yəni səməndər özü, indi bir dənə livadır da dedik. Buna da Belqraddən bir mərhələ aşağı tönə kənarında bir müəyyən hisarıdır. Bu Səməndər dediyimiz yerdə Belqrada bağlıdır. Belqraddən bir mərhələ aşağı. Yəni Belqrad bir mərhələ bundan üstdədir. Belqrad livası. Ya Belqrad indi hər nədir, ili hər nədir, onu orada oxuduqda dedik ki, nə cür görünür. Yəni bura baxsaq görərik ki, nə idi mərhələləri? Vilayətdir, sancaqdır, həman liva. Vilayət, yəni şey olur liva. Belqrad livadır, Səməndər ona bağlıdır. Ondan dedi bir mərhələ aşağıdır da. Tünə kənarında, tünə də çaydır bildiyim qədər. Tünə bir çaydır. Tünə kənarında bir mətin hisarıdır. Ehtimalən mətin hisar, yəni qələ kimi bir şeydir da, indi nə cürdür onu bilmirəm. Sabiqən Darül Mülki Las və Qralı və Nəq oğludur. Bunun sabiqən bunun adı neymiş? Darül Mülki Las. Las mülkünün evi. Darül Mülki Las və Qralı, oranın şahı kralı, Qralı Vəliq oğludur. Vələq ya Vəliq hər nə cür oxunur ya onu mən bilmirəm. Ola bilər ki, Vəllüq oğludur. Vəllüq.
Vəlliq oğludur. Sultan Murad Sani itaət izhar edib Sultan Murada bağlanıblar özləri. Davtələbanı, biz savaşmırıq, biz sizlərlə bağlanırıq. Yəni bunu kim deyibdi? Bu Səməndər livasının ehtimalən onlar deyiblər. Sultan Murad Saniyə izhar edib, sonra dönüb Angürüslə ittifaq etmək 844-də 844-cü Hicri qəməri ilində əvvəl Osmanlıya özlərini deyiblər, biz sənə bağlıyıq, sonra dönüb Angürüslə, Angürüs deyə, indi bu da bir hətmən bir torpağın bölgədir, adıdır, ittifaq etməyin 844-də dəf və fəth olundu. Amma bu ildə o ittifaq sındı, Osmanlı oranı fəth elədi. Müqəddəmən bu şəhri qayət böyükdür. Bu şəhər qayət böyükdür. Lakin haliyən əvvəlki mərtəbədə deyildür. Əvvəl böyükmüş, sonra deyir, indi o böyüklükdə deyil. Belğrada Qəhsa Qəhsar mənasına. Belğrada Qəhsar mənasına nəhr savə tönəyə qarışdığı yerdə bir şəhər əzimi mülki Ankurusun miftahidir. Hər halda bu bir suyun qırağındadır. Cəlibdir ki, orada savə deyir. Savə tönəpə qarşıdır. Tönəyə ehtimalən, tönəyə qarşıdır. Belğrada Qəhsarə mənasına, adı Qəhsarə nə deməkdir, onu da bilmirəm. Mənasına nəhri sarı, ehtimalən sarı, yəni sarə tünəyə qarışdığı yerdə bir şəhər əzim mülki Ankurusun miftahidir. Onun da deyir, girəcək yeridir. Sultan Süleyman əleyhürrəhmə və Rizvan Oni həqləsinə 921-ci ildə bəllidir ki, o üstəki şeyin adın cəhdi nə idi? Sultan Murad Sani. O Sultan Süleymandan öncəymiş. Çünki o 844-də oranı almışdı. Sultan Süleyman isə 920 ehtimalən 7-də axır Ramazanidə fəth və təsxir olundu. Hala bu şəhər qayətlə məmurdur. Gərçi qəl'əsi küçük, amma sodayı çoxdur. Ehtimalən bu surda ya sodayı çoxdur. Mükəlləf cəvami və məsacid və həmmamat və əbniyə xeyrat və bir məmur əsvaqi və bir stani var və bəzistanı var. Bəzistan nə mənədir? Bunu da bilmirəm. Bu Bəzistanı da yazır ki, nədir? Bəzistan nə deməkdir? Görək bu Bəzistan nədir? Bəzistan. Bədəstan da, Bəzəstan da. Bu cürsü də yazılıbdır deyirik. Osmanlı türkcə və klassik farsca mənşəli bir sözdür və Bədistan şəklində də tanınır. Bədəstan. Bizdə də şey var, belə bir şey vardı. Güney Azərbaycanda, Qaradağ içində Bədistan ya Bədəvistan belə bir yer var. Anlamı nədir? Bədistan. Qiymətli malların satıldığı o örtülü bazar. Bəs Bədistan
qiymətli malların satıldığı bazar. Xüsusilə ipək, atlas, atlasla ipəyin nə fərqi vardı, mən bunu bilmirdim. Mən deyirdim ki, ikisi bir şeydir, amma burada görürsə ayrı-ayrıdırlar. Kumaşlar, bez, bezistan. Bezistan da buradan gəlir, cəlibdir. Bəzistan, bezistan buradan gəlir. Bezlərin satıldığı yer. Tamam, bezistan oradandır bəs. Əcəb, bizdə də bu var. Güney Azərbaycanda da belə bir yer var. Mən bunu bilmirdim. Təsvir olunduğu hala bu şəhər qayətlə məmurdur. Gərçi qəl'əsi küçük, amma sövdayı çoxdur. Mükəlləf cəvami və məsacid və həmmamat və əbniyə xeyrat və pürməmur əsvaqi və bezistanı var və bazərgani qayətlə çoxdur. Və bu şəhrin əksəri əbniyəsi əxşabidəndir. Əxşab ağaçdan. Kanada kollən demək olar ki, hayrayızları, uca saxtamanları sıxsaq 5 təbəqədən üstə nə mənə tikilibdir. Bunların %99-u, yəni 5 təbəqədən aşağı, 5 təbəqədən üstə hamısı betondur. 5 təbəqədən aşağı nə mənə varsa %99-u deyək ki, ağacla tikilir. Əlbəttə, torpağı qazırlar, bir zirzəmi kimi bir şey düzəldirlər. Zirzəmiyə Türkiyədə bodrum deyirlər. Bodrum düzəldirlər, ora şey olur, beton olur. Amma o zaman ki, torpaqdan bir metr zad üstə çıxdı, zirzəminin pəncərələri zad qoyuldu, oradan üstə tamamən təxtə olur. Buna da əxşab deyirlər. Və hala mulluyyətdir, məvləviyyətdir və sirün paşası tərəfindən və sirün paşası tərəfindən bir müslüm oturur və Belqradə tabi bir qas. Qas da yenə ehtimalən idari addır. Baxaq görək ki, qas nə mənədir? Qas nə olacaq? Qas nədir? Bunu da yazsa. Qas özünün bir neçə əsas mənası var. Osmanlıca, Arabca. Qas. Rəvayət edən, nağıl danışan. Tamam, bu deyil. Bizdə qastannamə demək bəs buradan gəlir. Qas basmaq, yəni adam deyir da, xəbər gətirən elçi. Bu da ikinci mənasıdır qasın. İbrətamiz hadisələr danışan. Bu da qas da bir bu mənadadır. Pəs qasın çox mənası varmış. Qıssa nəticə. Bu da qıssa nəticə. Bunlara qas deyir. Amma siyasi anlamı var ya yox, bilmədi. Nağılçı, rivayətçi, hadisə danışan, vaiz kimi ibarət verən şəxs. Bu anlamdadır. Amma bu bəs nə oldu? Gedək bura. İndi yenə qeyditsək əgər bura. Deyir ki, oturur və Belqradə tabi bir qas və mətrubcə və Qubayin və Parik və Qarlucə. Bunlar torpaq adlarıdır. Mən bilmirəm, bu qas ehtimal verirəm ki, tabi bir qas var, yəni qas ad olacaq. Mətrubcə, Qubayinin, Parik və Qarlucə. Bunlar ora bağlıdır. Yaru Aynın və Qullutencə nam qəl'ə. Bunlar da orada yenə bağlıdırlar. Qəl'ə, nam qəl'ələrdir və Belqradidən canib qərbisində olan Nəhri Savanın və Rəsi Sərəm əvasi bir səhra-i vasiə vaqe olmuşdur və bu Nəhr Savadə ehtimalən Savə də bizdə də bir Savə var. Türk şəhridir. Ehtimalən bu adda elə ona bənzir. Yəni Savadə süfəni səfad üzərə rəbbət olunmuş əxşabidir. Hər halda bu xəttli oxumaq olur, pis deyil.
türkçə bir tarixdir, çox da ciddi yazır, amma bunu bilmək üçün ehtimalımız var ki, bunun yəni tək-tək o kəlmələri, hətta onlar ki, mən deyirəm coğrafiya adıdır, bunları da belə gərək götürək, qoyaq bir yerə, bizə anlandıra ki, bu nədir, haradır, ha zaman adıymış, hangi dilin adıdır, biləsi görək. Amma burada biraz da oxuyaq, burada bir neçə qırmızı var, bunları da oxuyaq, sonra görək ki, nə olur. Təvil bina olunmuşdur ki, tuli 1 milidir. Mühərrir Risale İvar səfərində mühərrir Risale İvar səfərində ma qəbbərət qədəmü abdi fi səbilillah fəthinə el-nar hadis-i şərif bişar. Burada bir şeydir. Ehtimalən ərəbcə idi buradan bu üzə. Mən gərək bunu düz oxuyaydım. Deyir ki, mühərrir Risale-i İvar səfərində ma غیرت قوم عبد فی سبیل الله فتحه النار hadis şərif bişarət asarına itba edib ol qəzadə bu cesridən ubur vaqi oldu. Cesr körpüdür. Həvalə. Burada bir qırmızı yazıb həvalə görək nə mənədir. Həvalə. Belqradidən 3 saat bir yüksək dəpə. Yüksək dəpə üzərinə nəmazi bürc-i məzari vardır. Üz istəyirəm, bunu nəmazı oxudum. Qazi bürc-i məzari vardır. Bir qazinin məzarı var orada. Yəni bir qəbristan var, ehtimal verirəm. Belqraddan 3 saat bir yüksək dəpə. Bir dəpə üzərində Qazi Burcə məzarı vardır. Adı qəbristanın 3 saatlıq Belqraddan qırağa çıxanda bir təpənin üstündə bir məzarlıq var, qəbristanlıq var. Ora deyirlər Qazi Burcə məzarı. Yəni bu ehtimalən birinci şəhiddir ki, orada şəhid düşübdür. Onu dəfn ediblər. Sonra elə müsəlmanlar orada şəhid olduqca, öldükcə gətiriblər, burada qoyulublar. Adı qalıbdır Qazi Burcə məzarı. Batincə Qurbi Bulqaridə bir Dərbənddir. Dərbənd bildik ki, dar bir geçişə deyirlər Dərbənd. Mən bunu da bu kitablardan öyrəşdim. Əlbəttə bilirdim Təbrizdə Dərbənd dediğimiz, yəni dar bir yer. Bizim də evimiz Dərbəndin dibində idi. Çox da Dərbənd idi o, yəni çox Dərbənd idi. 1 metrdən də bəlkə eni az idi, ya 1 metr idi, ya 1 metr 10 sant idi, bilmirəm. Dərbənd deyərlər. Təbrizdə başa-baş tamam Təbrizin qədim məhəllələr Dərbətdir. Yəni hamısında Dərbənd var. Dardır. Evlər gediblər göyə. İndi bir təbəqə, 2 təbəqə divarlar, yəni gediblər göyə. Hər iki tərəfdən ortada adam qorxur girə. Mən bir dənə orada Dərbət var idi. Gecələr uşaq idim, gedirdim mədrəsəyə. Oradan gələndə doğrudan səhdə elirdim, gəlirdim. Hər gün orada mən fikrim bir dəfə səhdə eləmişəm. Hər halda batincə Qurbi Bulqaridə bir Dərbənd Həram-ı Səməndərədə bir mənzil bağlı Baxçəlü və qəl'əsi Taşdəndir. Ondan sonra burada bir dedi şey vardı. Dərbət vardı, yəni dağları, 2 dağlar bir-birinə yaxın, arası dar. Oradan geçmək lazımdır. Həram-ı Səməndərədə bir yer vardı. İndi bu haram nə deməkdir, onu bilmirəm, burada yazıbdır. Batincə, həvalə, bunlar nələrdir yazıbdır, bunlar bir şeylərdir. Səməndərədə bir mənzil bağlı Baxçəlü və qəl'əsi Taşdəndir. Deyir, burada da bir Səməndərə deyə bir yerdə, orada oxuduq əlbəttə. Orada deyir ki, bir mənzil var, mənzil oturqah. Nəinki bir dana ev, bir ev deyil mənzil. Oturuş bir yer. Yəni deyək bir kət kimi bir yer vardı, amma bağlı qələsi də daşdandır. Onun qələsi içində yəni bir qələ var. Bilirsiniz, qələ normalda orduların oturan yeridir. Yəni şəhər deyil qələ. Qələdə normalda bir ya xan var, ya şah var, ya bir məmur var. Hər halda orada bir baş var.
onun dövrəsində bir ordu var, əskər var. O zamanlar şəhər yoxdur. Ora bir mərkəzdir. O xan olduğu üçün filan üçün o qıraqda oturan kəndlər, zəmilərdən nə işlər, mal, heyvan saxlayanlar gətirirlər, burada satırlar. Hamı gəlir bura. Ona görə o qələnin əhəmiyyəti vardı. Ki qələ əgər o qələ alınmasa, ətraf Dövrəbərdə olan, Həndəvərdə olan yerlər hesab olmaz. Çünki bu qələdən çıxıb gedib orada sərbazları öldürə bilərlər. Əvvəl buradakı sərbazları və o xanı ya o şahı ki oradadır, onu xəli silah eləyirlər ki, eləyə bilər onun tüm torpaqlarını alalar. Yoxsa tamam torpaqları alıb ora qalsa, elə bir buradan ki təşkil edəcəkdir, oradan ordu çıxar, gələr bunları öldürər yəni. Yenə də alar. Onun üçün qələnin əhəmiyyəti və şəhər dediyiniz yer tarixdə qələlərdir əslində. Ondan sonra qalan hər yer kənddir və dünya 100 il bundan qabaqacan, hətta 50 il bundan qabaqacan kəndlərdən ibarət idi. Şəhər dediyimiz hadisə, city, ya o qələnin dediyim şəkildə düzəlib. Odur, yəni nədir? Dedik ki, şahdır ya oranın xanıdır, ərbabıdır, hər kəsdə bir qələsi var. Orada oturur, onun bir tədad yanında oturan adamları vardı, xidmətkarı vardı, onun dövrəsində ona xidmət eləmək üçün dükan bazar vardı, bunlar vardılar. Qələ bundan ibarətdir. O kəndlilər də ki ətrafdadır, onlar da yüklərini gətirirlər, burada satırlar, ya bir-birlərindən dəyişdirirlər. Nəinki buranın adamı çoxdur, burada bazar çox satılır. Yox, elə hamı gəlir bura, hər tərəfdən gəlirlər bura, burada bir ehtiyacların bir-birləri ilə alver eləyirlər, gedirlər. Onlara şəhər desələr, o qələdir adı, o şəhər deyil. Şəhər o zamandan tapıldı ki, buxar maşınlar ortaya çıxdılar, yəni sənət ortaya çıxdı. Sənət ortaya çıxanda kəndlərdə cavanlar, onlar ki, yer sahibləri yox idilər, amma gedilər o birisi yer sahibinin, sırın, ərbabın, xanın torpağında işləyirdilər, biraz qazanırdılar. Onlar da getdikcə çoxalır insanlar, gəldilər bu şeylərdə, karxanalarda işləməyə, bu fabrikalarda işləməyə. Bu fabrikalarda işlərkən fabrikanın dövrəsində şəhər düzəldi. Yavaş-yavaş o fabrikanın öz məhsulunu aldılar, onu satmaqla, almaqla. Bu hey üzdən çoxaldı. Özəlliklə Avropada bu başladığı üçün burada dünyaya getdikcə hey hər yerdən bura yığışdılar. Çünki sərvət burada çox olurdu kəndlərdən. Və yersizlərə burada yer var idi. Çünki yerlər Avropada, özəlliklə Avropada yerlər şeyin deyil, millətin deyil. Hətta Kanadada da yer millətin deyildi. Baxmayın, Asiyada yerin sahibi var. Hər metr mürəbbənin sahibi var. Dövlət əlbəttə bəzi yerləri qanun çıxardır, millətin əlindən çıxardır. Onu sıxsaq kənara. Hər metr mürəbbənin sahibi var. Amma Avropada, Amerikada, Kanadada, Amerikada yox, Kanadada yerin sahibi bir nəfərdir. Məsələn, bir nəfər görürsünüz ki, çox böyük bir yerin sahibidir. Məsələn, deyək ki, Kanadanın 88% ya 87% ya 89% indi yadıma gəlmir. İngilistan şahının indi də İngilistan şahının torpağıdır. O satır o birisilərə. Calibdir. Aynı ittifaq Osmanlıda da düşür. Yəni Osmanlı da son zamanlarda Əbdülhəmid ki görür bu Avropalılar, Avropalılar özəlliklə, Amerikalılar yox. Avropalılar gəlirlər Asiyada yeraltı qaynaqları, nəft ola, mədənlər ola, axtarırlar, tapırlar, onları istəyirlər, ələ keçirdilər. Gəlir deyir ki, bunları şəxsi mal eləyir. Özünə, arvad uşağına, vəzirlərə, filanlara. Şəxsi mal eləyir ki, əgər bir mövqeyi torpaqda işğal olsa, ora şəxsi mal olsun. Calibdir ki, bu iki deyirlər nəft milli oldu, müsəddiq dövründə, ya Əraqda, ya Suriyədə, ya Ərəbistanda, ya yerdə. Buna görə ki, dövlət ki, zor ilə gəlib iş üstə, kodite ilə gəlib iş üstə, heç zadı yoxdur. O, İngilistanın dəsturu ilə o nəfti, o yeraltı mədənləri milli eləməklə, mənabei milli eləməklə insanların əlindən çıxadırlar. Yəni Osmanlının əlindən çıxadırlar, filanın əlindən çıxadırlar ki,
rahatca eləyə bilsinlər, altınlara qarət eləsinlər. Qarət eləmək üçün milli olubdur. Mən bunu da hətta düşünmürdüm, bunu da tazalıqda öyrənmişəm. Mən bunu düşünürdüm ki, Müsəddiq ən böyük xaindir məncə, türk gözüdə. Qacar türküdür, şahzadədir. Amma böyük xaindir. Çünki gəlir nəfti o günəcən ki, nəft və yeraltı qaynaqları millətin əlində idi, bireylərin əlində idi, ailələrin əlində idi. Bunları buradan çıxadır, verir İran dövlətinin əlinə. Yəni o günəcən dövlət yer sahibi deyildi, mülk sahibi deyildi, qaynaq sahibi deyildi, maliyyət alırdı, vergi alırdı. O gündən mülk sahibi olur, insanlar dövlətin əlinə baxırlar. Dünəncən dövlət insanların əlinə baxırdı, Amerika kimi, Avropa kimi, Kanada kimi ki, indi o cürdülər. Amma bu günləri nə olur? Dövlət qaynaqların sahibi olur, meşələrin sahibi olur. Meşələri dünəncən dövlətin deyildi, kətlərin idi. Yəni hər kənd meşədən o birisi kəndindən axar-baxar deyə sərhədləri var idi. Yəni dağın bir tərəfində dururdular, suyu tökürdülər. Buradan ki axırdı, düz getmirdi, axırdı o üzvüysə deyirlər bura sərhəddir, axar-baxar deyirlər adına. O tərəf o kəndindir, bu tərəf bu kəndindir. Bu tərəfdə olan meşəliklər, mədənlər, qaynaqlar, daşlar, sular bu kəndin idi. O tərəfdə olan mədənlər, qaynaqlar, meşələr, ağaclar, sular, heyvanlar da o tərəfinki idi. Otlaqlar o tərəfində. Amma o zamandan ki gəldilər, yerləri mərati deyə, meşə deyə, meşələri, cəngəl deyirlər indi farsca, cəngəlləri, maadinləri, bayir və dair deyə, ha belə, bayirləri, yəni məsələn mən kəndi tərk eləmişəm, gəlmişəm torpağımı. Deyir ki, orada əgər neçə il olmasan, oranın dövlət çıxacaq özünə. Dövlət beləsi insanlardan yeri oğurladı. Niyə? Gücü var, qanunu geçirdi. Hər halda bu da bir şeydir ki, zehnimə gəldi. Burada ki, bunu dedi ondan. Gedək bir ayrı səhifədən, fikirəm bir saat oldu. Bəli, bir saat 2 dəqiqədir. Bu kitabdan gedək hər 20 səhifədən bir neçə sətir oxuyaq. Bura 20-ci səhifədir. Yazıb ki, Nəhr-i Qərqə ya Qərə. Bir dənə belə orada bir şey vardı. Xərsutə. Nam yeylaq dibindən çıxıb şərqə və qərbə əqrəbində keyfinə vardır. Bu əqrəbində keyfinə və var onda. Bu ehtimalən bir yerin adıdır. Əqrəbində, yəni onun yaxınlığında Xərsunə, nam yeylaq var. Xərsunə deyə ya Xərsutə deyilə bir yer yeylaq vardı. Onun dibindən çıxıb şərqə və qərbə əqrəbdə, sağına və soluna, şərqində və qərbində o yerin bir yer vardı, yaxınlığında. İndi ona kifnə varur və onda bir Qudsə nam meşəzari geçib, orada bir Qudsə nam bir meşəzar var. Meşə burada, yəni cəngəl ki, farsça deyilir. O meşəzari geçib bir mənzil əskərinə təpə vardır və qəl'əsi Vendik körfəzinə münsəbt olur. İndi bu mənsəbət bağlı, mənsəbət olur. Körfəz də dedik da, yəni xəlic. Xəlic nə deməkdir? Su deyək ki, ya indi dənizdir, ya çox gen bir çaydır. Gəlir bir yerdə daralır. O daralan yer ki, arası dardır, ora dar olur, ora deyirlər xəlic, körfəz. Körpü kimi də, körpü kimi o körfəz olur, körpü, körfəz. Eyni körpü kimi. Deltidir ya veltidir, reltidir bilmirəm, bu delti deyə qırmızı. Əskərə dibindən 3 saat
İndi Əsgərə də bir torpaq adıdır. Deltidə bir şeydir, bir torpaq adı olacaqdır. Əsgərə dibindən 3 saat bəiddir. Dəxi və əzəlnə və bəraktiyə və istoriyyə bu birinə qəribidir. Yəni, bunlar da yerlər adlarıdır. Görürsünüz ki, ayrı dildə olduğu üçün mən də əslən oxuya bilmirəm. Gedək 40-cı səhifədən görək ki, oradan da bir-iki sətir oxuyaq. Bu səhifəyə də su tökülübdür. Biz bunu görək hangisi o tərəfindədir. Yox, bu tərəfində deyil. O birisində olacaqdır. Yox, bu elə fəqət bir yüzündədir. O su bura az tökülübdür. Siliblər, qurudublar, yeri də qalıbdır, rəngi qərib olub. 40-cı səhifədə mərhələdir bu böyle nəqlə tünə kənarında bu yelnəqə tünə kənarında tünə də ehtimal verirəm elə çaya o Məcaristanda fulanda ehtimalən tünə çay adına deyirlər. Qoy bunu da yazaq, yenə görək ki, tünə nə deməkdir? Tünə nə deməkdir? Bu səfədə də bu şeydən ChatGPT-nin belə gözəlliyi vardı. Əgər gətirsə, Tuna ya tünə, Danub çayı. Danub çayına tünə deyirlər. Osmanlıca və klasik mənbələrdə bir neçə mənada işlənib. Amma ən yaygını tünə nə mənədir? Ən yaygın və əsas mənası bunlardır. Tuna, Dunab çayı. Ona deyiblər. Tünə, bu nədir? Trabzon, tünə, boğazına qədər. Gündə burada elə o işlədibdir. Nə mənədir? İkincisi nədir? Tuna, tona. Kiçik ölçəkli bir çəki. Həcm ölçüsü nadir bir şeydir. Az zamanlar bunu işlədiblər bu mənada. Kiçik bir şey. Məsələn, deyək ki, ponza. Bizdə var idi ponza. Əlbəttə, bizdə ondan da kiçikləri var. Mən bilmirəm. Məsələn, dirəmdir, həft dirəmdir. Belə deyir, işlədərdilər, deyərdi, gedərdi. Mən də bunları bilmirəm. Amma yadıma gəlir, biz ilmək salan idik, uşaq idik. Ustamız, məsələn, deyərdi ki, qaç, məsələn, filan bəqqaldan 5 dirəm şey al. Pendir al gəl. Məsələn, ya pənir al gəl. Məsələn, Qəradağda pendir deyərdilər, Təbrizdə pənir deyərdilər. Məsələn, bu 5 dirəm, amma mən heç vaxt bilmədim. 5 dirəm neçə girəmdir, məsələn, onu bilmədim. Hər halda burada onu görsədir ki, bu tünə sözü çay adıdır. Mən də bunu belə burada çıxartmışdım ki, çaya deyilir etməli. Tünə kənarında vaqidir və bu ki, qərib Patosun bir büləndəğə nəhri şuruz kənarındadır. Ehtimalən bir nə mənə ola bilər? Patosk qərib Patosk bir bilnəğə ya nə mənə qələə də ola bilər. Bir qələə, əlbəttə qələə deyil, qətlən qələə deyil. Bir bülənqə nəhri şəruz kənarındadır. Osaf, Qənicə bu vilayət 3 levası vardır. Liva dedik ki, nədir? Vardır. Biçaq və Siktuar və Qopan və bu mülkün və bu məmləkət Siktuardən ötə intihai sərhəddə Budun ilə Busnə arasında vaqidir. Sabiqən Zağan deməklə bir-iki nam nəhr Zağan deməklə bir-iki nam nəhr iki şək olub ətrafını, orada o su iki şək olub ətrafını əhatə etmişdir. Canibi şərqi və qərbində keçib alt yanında girü bir olur. Gerü, yəni alt yanında gerü qeydir bir olur və qurbində əslakicə
vermez. Asla gece vermez ol məhəllün cevanibi birer mil qədər sazlıq bir səbil murur cəsri mümtəni'ül ubur yerdə vaqe olmuş. Cəsr körpü yerinə, səbil murur yəni çox güclü ki, o körpüdən geçmək. Vaqe olmuş əzim hesardır. 938 sənəsində Sultan Süleyman fəth etmişdir və müstəqil bir paşası vardır və İstanbul yekcerisində 200 fəqrlə bir ötə mühafizə edərlərli qolündən maəda acıq adam vardır. Çox adam vardır. Maəda çox adam vardır. Üsküdar kimi yazılır, amma Üskütuardır. Bəlkə də Üsküdardır. Ehtimalən beləsi. Hala indi bu nədir? Onu da bilmədik. Gedək 60-cı səhifəyə. Görək ki, oradan da bir-iki sətir oxuyaq. Alıb ki, hesaba gəlməzdi. Ağlamə şəhrin nəhri ağlı kənarında ağlamə bir su adıdır zahirən. Ağlamə şəhri nəhri ağlı kənarında lətif cügələr nəs olunur. İstirazbiç məcaridən obuvar yolunda gözəl bağları və iki köprüsü vardır. Dəxi tərpic nəhr ağlı, o şeyin adıdır, ağlı, suyun adıdır. Nəhr ağlı qürbündə bunda dəxi gözəl cügələr gəcili olunur. Bilmirəm yəni nə mənə, mən bunu qəssicili olunur. Əngiliz cögəsindən, bu da İngiliz ehtimalən olacaqdır. Əngiliz cögəsindən yekdür Vice gərək. Vice gərək nə mənədir? Bu da bilmirəm nə. Bu qəsəbə nəhri şey adıdır, bir dənə şəhər adıdır, ya şey qəsəbə deyir, düzdür. Bu qəsəbə nəhri Bəcuam qürbündə vaqidir. Lətif əhlicə ilçələri vardır. Lətif ilçələri vardır. Ravayi səl bu vilayətin ək mütəbər irmaqları nəhr-i murə övə və hala bu nədir, vilayətdir, nədir? Bovibtədə və səlsətəryədə ol mə'mur və tamam, bunları oxuyaq. Adlardır da, çox tarix və coğrafiya adları çox dəqiq danışır, yazır, amma heyf olsun ki, bizim savadımız bu tarixi kəlmələrdən çox da çıxatmır. Gedək son səhifəyə baxaq, görək ki, nədir? Demək olur, Ovsaf-ı silsilə. Ovsaf-ı silsilədən başlayır da. Ək müyəssər padişah ya mütəbər padişahları o əvvəlki Qarlu nam kimsənədir. Adı Qarluymuş ehtimalən, Qarlu. Mütəbər padişahları. Olə ki, Qarlu nam kimsənədir ki, Rin Papa məmləkətinə və həm Fransa məmləkətinə padişah olmuşdur. Bu Qarlu həm Fransaya, həm də padişah olubdur. Rin Papa məmləkətinə və həm Fransa məmləkətinə padişah olmuşdur və hökumətinin ibtidası hicrətün
160 qəribində 160 qəribidir. Bu kral 45 sənə miqdari Fransa kralı olub və 13 sənə dəxi Qızıl Əlma padişahı olmuşdur. Bədə fot oldu. Velhasil Caq Liobildus velhasil Caq Liobildus ki halənmə isə qəralidir. Halən nəmsə qıralıdır. Qıralı durur. Tarixi hicrətün 1097'dir. 1097'də bunu yazıb əlbəttə ki, o zaman şeymiş. Yəni ehtimalən hala təmmə. Halanmə qıralıdır. Tarix hicrətün 1097'dir. Yəni o indik bu kitabı yazır ya o adamın tarixində burada biraz şey oldu. 1097'dir bu şeyi yazanda. Ehtimal verirəm kitabı yazanda. Tarixi hicrətün 1097'dir ki, o zamanıdan bəri 46 kral olmuşdur təmmət. O zamandan yəni dedi ki bu ili ki bu kitabı yazıbdı, əslində bu tarixi də yazıbdı. Bu əlbəttə bir nüsxə görsənir də. Dedi ki 11 kitabdan bir nüsxə yazır. Burada ona görə 2 kitabla üzbəyiz o. Dedi ki bu padişah Həzrəti Rəsulun hicrətindən sonra neçə? Hicrətdən 160 qəribidir. 160 il 60'a qəribidir. 160'a yaxın il zamanında bu adam o zaman şahlığa çıxıbdı. Fransaya və sonra da Qızıl Əlma dedikləri yerə padişah olmuşdur. Bədə fot oldu. Amma velhasil Caq Liboldus ki hala nəminə qəralidir. Tarixi hicrətün 1097'də. 1097'də bu şey olubdu. Yəni o var imiş. Onlar neçə dənə deyir şah olubdu. 7'dir ki o zamanıdan bəri 46 kral olmuşdur. O 190 neçə idi oradan hicrətin 160'dan bu 197'ye cələ deyir ki 40 dana burada şah dəyişibdi. Burada kitab qurtarır. 46 kral olmuşdu. 46 əlbəttə deyir şah değişmişti. Təmmə kitab qurtardı və unillahul məlikil mənnanil muin. Burada da besəni nə mənədir bu? 1144'də də kitab yazılıb. Yəni bu kitab ki o 11 kitabdan yazılır 1144-cü ildə qurtarıbdı bunun yazması. Amma o hadisələr özəlliklə bu kitabdan ki götürüblər onu yazıblar ki hangi tarixəcən oranın şahı var imiş. O tarix 1097'də. Yəni 3 il oradan 44 ildə buradan onlar neçə? 47 il sonra o hadisdən 47 il sonra bu kitabları başlayıblar yazmağa. 11 kitabdan bir ətləs yazırlar, siyasi ətləs. Həm nəqşə görsənir, yəni bunları danışanda da məsələn biraz adamın coğrafi tanışı olsa, məsələn Qəradağ olsa mən deyərəm tamam, Kəlibər buradır, Əhər buradır, bunların yanında bu kətlər vardı, beləsi gedərəm, çay buradır, o çay oradır, bu Əhər çayıdır, bu Kəlibər çayıdır, bu filan çaydır, bunların üzü ilə gedərəm. Çünki onlar biraz mənə tanışlığı var, onları biraz tanıram. Amma o zaman ki gedir bir özgə məmləkətə və mən oranı tanımıram, oxumamışam da tarixdə, coğrafiyada biraz çətin. Amma o adam bir adam ki mütəxəssis uzmanlığı nədir? Coğrafiya o bölgə üzrə coğrafiyada mütəxəssisdir. O eləyə bilər ki, bunların nəqşəsini belə cüz'iyyatı ilə çəksin ki, buradan bir saat qərbidə bu nəhr var, ya bu su gəlibdi, bu şəhri dövrəsini alıbdı.
həm şərqdən həm ikiyə bölünür. Sonra bu şəhəri alır, yenə qeydib birləşir. Ortasında yəni bu şəhər bir cəzirə kimi, bir ada kimi suyun ortasında tikilibdir. Yəni özü elə bir nə deyirlər? Bir qələ kimi, bir xəndək kimidir o şəhrə. Yəni ağıllı adamlar gediblər orada yaşayıblar ki, məsələn düşmən zət həmlə eləsə hələ sudan keçincən özlərini hazırlarlar heç olmasa. Çox gözəl bir ətləsdir əslində kitab. Doğrudan da adını ətləs qoyublar. Məncə elə bunun adını Tarixi Belqrad yerinə bunun adını qoysaydılar Ətləs və Tarixi Belqrad daha yaxşı olardı. Hər halda gözəl kitabı tanış olduq bu günləri və saatı da elədik 1 saat 20 dəqiqə. Məncə bu günləri yetər. Türk dünyasının yaratdığı, Türk insanının yaratdığı dil və yazı uyğarlığından, yəni bu iki uyğarlığından daha bir kitabla tanış olduq ki, coğrafi, ətləsdir əslində, ətləs yazır. Siyasi olaraq içində, coğrafiya olaraq, idari sistem olaraq bunun içində biz hələ bir az səhifələri oxumaqla bunları gördük. Kitab biraz xətti fərqlidir, çox fərqlidir əl yazısı, divan xətti deyil, amma oxumaq olur yəni. Bəzi kəlmələri ki, oxuya bilmədik, illəti buydu ki, bunlar Bulqarca ya Bosnicə adlardır. Və biz bu adları heç bir cürə bunlardan zehniyyətimiz yoxdur. Məsələn, Miseloviç, məsələn, biz nə bilək, Miloseviç nə məsələn, bir adam adıdır, yoxsa torpaq adıdır, bunları bilmirik. Ya hətta nə cür bilək ki, bu düzü nə cür oxunur. Onun üçün bunlar irad tutulmur, amma kitab çox sadə yazılıbdır, gözəl yazılıbdır, xülasə yazılıbdır. Ətləs dediği vaqəən ətləsdir. Allaha min mərtəbə şükür ki, bu gündə ömür verdi və mən Türk dünyasının yaratdığı uyğarlıqdan tarix, coğrafiya və siyasət anlamında üçü bir yerə yığışan bir ətləs, çox gözəl bir ətləsdir, sözlə yazılan bir ətləslə tanış oldum. İnşallah ki, Allah ömür verirsə bir başqa gün